Hər yol bir addımla başlayır, amma bu yolun bizi hara aparacağını seçimlərimiz müəyyən edir. Elcan Əsədlinin seçdiyi yol onu bugün dünyanın ən nüfuzlu universitetlərindən birinə aparır. Gəlin onun uğur düsturunu birlikdə öyrənək. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 1-ci kurs tələbəsi, Zəkalar Liseyinin məzunu Elcan Əsədli, Amerikanın aparıcı ali təhsil müəssisələrindən olan Kaliforniya Universiteti Berkeley kampusuna qəbul olub. O, universitetin siyasi elmlər ixtisası üzrə bakalavr pilləsinə qəbul olunan ilk Azərbaycanlı kimi tarixə düşüb. Bu il xəyalımda olan universitetlərə yenidən müraciət etmək fikrinə düşdüm və təbii olaraq bu bir qədər uğurlu oldu. O məşhur bir filmdə bir replika var ki, bir şey qeyri-mümkün ola bilər, amma məsələ ona qədər vacib olmaqdır. Bu müraciətlərdə mənim üçün o qədər vacib idi, çünki mən top 10-luğa qəbul olmalıydım. Çünki top 10-luğa qəbul aldığım təqdirdə istənilən ixtisas və istənilən universitet dövlət proqramı tərəfindən tam məbləğdə qarşılanır. Onu da qeyd edək ki, o bu il Harvard Universitetinin yay məktəbinə qəbul alan yeganə Azərbaycanlı tələbə olub. Elcan Əsədli eyni zamanda digər nüfuzlu ali məktəblərdən də qəbul alıb. Bəzi müraciətlərinin nəticələri isə hələlik gözlənilir. Hədəfi isə xaricə gedəndə həm də ölkəmi orada qürurla təmsil etməyi düşünürəm. Müraciətlər üçün güclü bir portfolio lazımdır. Təbii olaraq akademik göstəricilər yüksək olduğu kimi sosial fəaliyyətlərdə və eyni zamanda müxtəlif yarışlarda nailiyyətlər qazanmaq da önəmlidir. Elə buna görə də Respublikada keçirilən demək olar ki, bütün intellektual yarışlarda komandamla bir yerdə qalib olmuşuq. İstər riyaziyyat yarışmaları, Respublika fənn olimpiadaları və yaxud da robotexnika yarışlarında hamısında iştirak eləmişik və müəyyən qədər uğurlu olub təbii ki. Bu da nəticəsidir ki, bəs bu universitetlərdən bizə qəbul gəlir. həm də onlar var, Elcana təhsil verənlər. Qazandığı uğurlarla bağlı digər şagirdləri də hətta institutda tələbə olsa belə, məktəbi bitirmiş olsa belə bu illəri o yenə də məktəbin uşaqlarının istəyir olimpiyadalara, istəyir intellektual yarışlarda qalibiyyətini təmin etmək üçün gəlib onlarla hazırlaşır. Bəziləri imkan axtarır, bəziləri isə imkan yaradır. Elcan Əsədlinin hekayəsi göstərir ki, doğru mühit və məqsəd olduqda uğur təsadüfi deyil. İllərlə davam edən zəhmətin və düzgün istiqamətin nəticəsidir. Rüya Salmanova, Zaur Haşimov, Telesəhər.